Bir dənə həkim var imiş, kişi imiş da, kişi Hı hı. həkim. Bu ailəsi ilə, arvadı ilə əlbəttə, Hı hı. arvadı ilə, qadını ilə bir problemləri var imiş. Araları çox yaxşı deyilmiş bir-biri ilə. Mən gördüyüm qədər burada Norveçlilər sevmirlər. Bunlar sevmirlər siyasi baxımdan çox səninlə diskussiya aparsınlar, yəni danışsınlar, müzakirə eləsinlər. Mən görmüşəm ki, burada dəfələrlə olub, o da mənim bilməməzliyimdən, xamlığımdan irəli gələrək Norveçlilərlə bir tədbirlər öncəsi, hələ tədbir filan başlamayıb, söhbət eləmişik. Söhbətdə də biz müəyyən siyasi mövzuları müzakirə eləmişəm. Adamlar şirin-şirin səninlə hə deyir, yəni misal üçün dünyada baş verən hadisələrlə bağlı, yəni ümumi olan şeylər. Hə deyir, belə gözəl-gözəl səninlə hə danışır. Sən dediklərə sanki təəccüblənmiş kimi münasibət bildirir, amma öz fikirlərini bildirmirlər. Öz fikirlərini bildirmirlər. Mən bunu Ramazan bəy, sən də görmüşəm, bir siyasi mövzularda görmüşəm. Bir də dini mövzularda. Bu adamlar öz fikirlərini bildirməməyə meyillidirlər. Sən necə belə razısan mənim bu fikrimlə Ramazan bəy? Bəli, mən də elə o cür rast gəlib, qabağa gəlibdi. Mən də görmüşəm belə bir şeylər var. Elə həmçinin dediyin kimi siyasi ya dinilərdə. Bir də bir şey mənə çox cəlib idi. Bu həkim xəstə bir-birinə olur. Yəni bir dənə həkim gərək xəstəsinin sirrin heç kimə deməyə. Hətta öz ailəsinə də deməyə. Məsələn, bu gün xəstəxanada ya öz biz mətəb deyirik, siz kontur deyirsiniz ya. Ofis deyirik. Ofisində bir dənə bir məriz görübdü, onun bir dənə problemi vardı. Məsələn, noxaşlığı xərçəngdir, sərətan deyirik, siz xərçəng deyirsiniz. Məsələn o cürdür. Onu əgər bir ayrısına desə, onun əbədəcən, axirəcən lisensi batil olar. Çox mühüm misallar onu. Ona bir misal deyim. Elə bilib bu həman Kongsvingerdə olmuşdu bu iş. Bir dənə həkim var imiş, kişi imiş da, kişi həkim. Bu ailəsi ilə, arvadı ilə əlbəttə, arvadı ilə, qadını ilə bir problemləri var imiş. Araları çox yaxşı deyilmiş bir-biri ilə. Sonra bu həkim gəlirmiş hərdən evdə, məsələn, xəstələrinin sözünü evdə danışırmış. Məsələn, bir gün bir dənə xəstə gəldi, ya filan kəs, məsələn, hətta bəlkə də məsələn bu qadın onu tanıyırmış. Məsələn, deyirmiş filan kəs gəlmişdi bir gün, bu problemi var idi, belə idi. Sonra demə bu qadın da bunu danışdıqca bunu səsin tuturmuş, zəbt eləyirmiş. Siz nə deyirsiniz? Səsin yazırmış. Yazırmış. Sonra ki bunlar bir-birindən yola getmir, istəyir ayrıla. Qadın üçün istəyir bundan rahat qutarsın və bundan da artıq bir dənə haqq alsın. Bu tutduğun, yazdığın aparır kommuniya göstərir. Kommuniya göstərir. Komuna bu mədrəklə, bələdiyyə, bu mədrəklə o həkimin lisensin həmişəlik batil eləyir heç. Nə mənədə haqqı var idi, hamısını orada verir qadın o. Yəni adamın ömürlük lisensini alırlar. Əslən gərək heç kim. Adam oxuyub bir ömür həkimlik oxuyub, o birisi bu birisi oldu sıfır. Sənin kimi məhkəmə sıradan bir adam oldu. Əslən əbəda, əsla gərək orada məsələn bir dənə xəstənin sırrını gəlib deməyəsən evdə ki, məsələn bu müşkül var, bu problemi var. Bir də Ramazan bəy, bax mənim bir tanışım var burada. Adam Ukraynalıdır. Bu da bir maraqlı bir hadisədir. Demək, adam bilməməzliyindən məktəbdə uşaqları çəkib, videoya çəkib, elə-belə özü üçün və valideynlərə göndərib, yoxsa nəsə ümumi göndərib. Bu da bilmirmiş buranın qanunlarını. Öz uşağını da çəkib, bu uşaqları da belə çəkib. Yəni bir mehriban bir valideyn olaraq çəkib. Yəni bir pis mənada ya pis sosial şəbəkədə zətdə paylaşmır. Və burada Norveç valideynləri bundan xəbər tutub.
Deyir valideynlər bir dənə deyir aləmi qatdılar bir-birinə ki, gəl görəsən, şikayət o birisi, bu birisi deyir. Elə peşman oldum, elə peşman oldum, elə pərt oldum, nəinki peşman, pərt oldum yəni həmçinin. Nəysə, dostlar bu arada kanalımıza abunə olmağı xahiş edirəm sizdən. Siz də öz fikirlərinizi bu ilə bağlı bildirə bilərsiniz. Demək, üzrxahlıq o birisi, bu birisi videonu silib. Növbəti dəfə bu adamda video montaj eləmək, yəni videoları kəsmək, düzmək, qoşmaq, musiqi əlavə eləmək üstünə zat bu işlər üzrə biraz professionaldır. Növbəti bir tədbir olur. Deyir tədbirdə, bunlar da deyiblər ki, sən deyir bizim uşaqlarımızı çəkmək üçün öncə, yəni buranın qanunu belədir. Dünyanın bir çox ölkələrində belədir. Ki, sən öncə icazə almalısan valideynlərdən, atadan, anadan icazə almalısan. Növbəti dəfə deyir oldu, mən deyir icazə aldım. Ən maraqlısı budur ki, deyir, hamısı da deyir bir yaxdan deyir mənim üçün o aləmi qatan valideynlər hamısı deyir razılıq verdi. Çəkdim. Çox gözəl də şey alındı. Bəs bir yaxdan deyir yaxşı icazə almamışam, bağışlayın. Daha məni niyə o hala saldınız deyir. Yəni belə bir burada gizliyi qorumaq məsələsi var. Yəni təkcə həkimlərdə deyil, o bir çox sahələrdədir ki, yəni burada sirləri heç kəslə bölüşməməlisən. Adamlar o bayaq dediyim siyasi məsələlər var ha. Adamlar səninlə hə deyir, üzvə gülür, şirin-şirini danışır, amma heç biri öz fikrini bildirmir. Heç kəs burada fikrini bildirməz ki, mən filan partiyanın üzvüyəm. Yəni çox təsadüf adamlar bildirir. Bildirənlər olur, yəni mən çox filan partiyanın üzvüyəm. Mən nə bilim filan adama səs verdim və yaxud gedə istəyirsən, gedə danışaq. Mən filan adama səs verdim və yaxud bunlar gedirlər, seçkiyə gedirlər də. Sənin də mənim də tanıdığımız bir dostumuz var. Uzun zamandır burada yaşayan dostumuzdur. Seçkilər idi. Ondan soruşdum ki, mən də indi öz Azərbaycan təfəkkürümdən soruşdum da ki, sən kimə səs verəcəksən? Dedi ki, olmaz. Onu deməzlər. Onu deməzlər, hə. Bu hardasa biraz mədəniyyətsizlik kimi. Belə mədəniyyətsizlik də olmasa xırda bir mədəniyyətsizlik kimidir ki, yəni sən onu soruşmamalısan. Bu mənim şəxsi sirrimdir. Əgər məsləhət olsa, özüm deyərəm, özüm bildirərəm. Belə bir şeyləri var bunların. Yəni burada təkcə həkimlərlə bağlı deyil. Bu da orta məktəbdir. Ramazan bəy, belə bir it şəkli şeydə görmüşəm. Türkmənistanda deyir, Türkmənistan prezidenti öz itinin heykəllərini quraşdırıb qızıldan zaddan. Dostlar sağ olun. Sağlıqla qalın. Özünüzə yaxşı baxın. Növbəti videolarımızda görüşmək ümidi ilə. Var olun, təşəkkürlər. Amma gözəl heykəldir. Həqiqətən də gözəldir. Söylədiyimiz fikirlərlə bağlı sizin də fikirləriniz varsa, maraqlı olardı sizin şərhlərdə oxumaq. Belə dostlar, bu Norveçdə yaşadığımız həyatdır. Öz qəribəliklərlə, bizim üçün çox qəribəliklərlə zəngin, bizim alışmadığımız həyat tərzidir. Belə, sağ olun, sağ olun. Yaşasın Azərbaycan. Yaşasın Azərbaycan, bəli, bəli Ramazan bəy, yaşasın Azərbaycan.